Bəli, uzun müddət demək olar ki, təsəvvür edilməz sayılan hadisə artıq reallığa çevrilir. Alman avtomobilləri uzun illər etibarlılıq və texniki mükəmməlliyin sinonimi olub, lakin indi satışlar kəskin şəkildə azalıb. Çünki Çin elektrik avtomobilləri indi liderlik edir. Volkswagen tarixində ilk dəfə 88 ildən sonra Almaniyada yerləşən zavodlardan birində avtomobil istehsalını dayandırır. Söhbət Dresden şəhərindəki müəssisədən gedir. Şirkətin məlumatına görə burada süni intellekt, robototexnika, mikroelektronika və çip dizaynı kimi əsas texnoloji sahələr inkişaf etdiriləcək. Volkswagen Dresden Texniki Universiteti ilə birlikdə bu layihə yaxın illərdə təxminən 50 milyon avro sərmayə qoymağı planlaşdırır. Müəssisədə çalışan 230 əməkdaşın iş yerləri ən azı ilkin mərhələdə saxlanacaq. Bu qərar Almaniyanın avtomobil sənayesinin son 10 illiklərin ən çətin dövrünü yaşadığını bir vaxtda təsadüf edir. Satışlar azalır, zavodlar bağlanır, iş yerləri ixtisar olunur. Bunun əsas səbəbi uzun illər Alman avtomobil istehsalçıları üçün əsas bazar olmuş Çində satışların qeyd etdiyim kimi kəskin azalmasıdır. Çin elektrik avtomobillərinə strateji üstünlük verərək dövlət subsidiyaları hesabına bu sahədə dünya liderinə çevrilib. Bugün Çində satılan hər ikinci avtomobil elektrikdir və onların əksəriyyəti yerli markalara məxsusdur. Alman şirkətləri bu sürətli deməli dəyişikliklərə hazır olmadı və bazar mövqelərini itirdi. Alternativ bazar kimi indi Hindistan getdikcə daha çox almanların diqqət mərkəzinə çevrilib. Bazar sürətlə böyüsə də ekspertlər hesab edirlər ki, Hindistan nə miqyas, nə də artım tempi baxımından Çini tam əvəz edə bilməz. Bu bazar daha sadə və uyğunlaşdırılmış modelləri tələb edir. Alman avtomobil sənayesinin ənənəvi mükəmməllik yanaşması isə burada hər zaman effektiv olmur. Mütəxəssislər isə xəbərdarlıq eləyirlər. Əgər Almaniyanın avtomobil konsernləri transformasiyanı sürətləndirməsə və strategiyalarını yenidən nəzərdən keçirməsələr, qlobal avtomobil sənayesində lider mövqelərini tamamilə itirə bilərlər. Belə mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Aydın.